Salam dəyərli 9-cular. Bugünkü qrammatika suallarının izahına baxırıq. Deyir, verilmiş sözlərdən anonim kimi işlənə bilənləri müəyyən edin. Burada demək buruq və dolu sözlərini cavabda götürən şagirdlər doğru yanaşıblar. Çünki buruq bir neft buruğu, bir də məsələn buruq saç kimi deyə bilərik. Bir də dolu yağıntı mənasında, bir də məsələn dolu qab, bir də cavab D bəndi olacaq. Nümunə haqqında fikirlərdən biri doğrudur. Deyir, mən çox təkid etdim, amma qəbul etmədi. Bu mürəkkəb cümlədir. Amma baxaq necə yanaşıblar. Yalnız tabirli əlaqəsi işlənib. Xeyr, iki cümlə arasında tabirli əlaqəsi də var. Sonra cümlə üzvlərindən biri söz birləşməsi ilə ifadə olunub. Demək, söz birləşməsi yoxdur cümlədə. Tamamlıq və zərflik işlənib. Zərflik var. Məsələn, çox sözü zərflik kimi işlənib, amma tamamlıq işlənməyib. Tərəfləri yalnız intonasiya ilə bağlanmışdı. Xeyr, həm intonasiya, vergül var, həm də qarşılaşdırma bağlayıcısı var, tabirli əlaqəsini bağlayan vasitə kimi. Sonra nəqli cümlələrdən təşkil olunub. Bəli, məsələn, o qəbul etmədi, mən təkid etdim. İki də cavab E bəndidir. Sonra 29-cu sual. Əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu cümləsində altında xətt çəkmiş sözlər hansı nitq hissəsidir? Əvvəl narazı olan şagirdlər, bu zərfdir. Bir də var şagirdlərə iclasdan sonra hər şey aydın oldu. Demək, sonra sözünü biz əvvələ keçirə bilmirik. Sonra iclasdan deyə bilmirik. O da qoşma kimi işlənib. Cavab 29-da variantıdır. 30-cu suala baxırıq. Eyler-Venn diaqramına əsasən altına xətt çəkilmiş hissələrlə bağlı uyğunluq. Futbol komandamız bircə xal fərqi ilə, ikicə xal fərqi ilə C ədaddır. Dilin şəkər, sözün incə, heç kəs sevməz, səni məncə, səni mən qədər. İkincisi isə qoşmadır. Demək, qoşma olan variant A-nı yazırıq 2-yə. Fikrin mənbəyini bildirir. Bu modal söz yoxdur. Bunu qəsdən veriblər. Təsir gücünü artırır. 1-ə verək C-ni. Sonra 2-yə verdik nəyi? 1-ə C-ni verdik. 2-yə verdik B-ni. Qrammatik mənası var. Bu 3-ə gedəcək. Demək, D variantı. Demək, başqa nə qaldı? Leksi şəkilçidir, bu səhvdir. Eynən B olanlar heç birinə getməyəcək. C bəndi uyğun gəlir də. 1-ə C, sonra 2-də nə götürdük? 2-də 1-də verdik C bəndi, 2-də verdik A bəndi, 3-də də verdik D bəndi. Sonra 31-ci sual. Hansı cümlədə bütün sözlərin yazışı, tələffüzü fərqlənir? Demək, sınıq, sınıq, bura üsait gəlib ondan sonra sınıq olacaq. Ürək, ürək forması, bir də sevinməz olacaq. Cavab elə A variantıdır. Məsələn, B bəndə vətənimizin dəyişməyəcək burada. Başqa sözləri dəyişiklik ola bilər, amma həmin sözdə dəyişiklik yoxdur. Vətənimizin, sonra bu birisində heç kəs dəyişməyəcək. D-də daxildən dəyişmir. Səfərə sözdə elə dəyişmir. 32-ci suala baxırıq. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edək. Parçalanmış buludlar arasında tək-tük ulduz parıldayır. Belə bir vaxtda Hürün xanımın qapısını döydülər və 1945-ci ildə bürkülü may gecəsi idi. Doğruya doğru, yanlışa yanlış. Şərtdə də bizə uyğunluğu istəyir. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak edib. Buludlar arasında parıldayan nədir? Ulduzdur. Bəli, bir doğrudur. Çünki hər iki baş üzv var, xəbər var, parıldayırdı, ulduz da mübtədadır. Həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxslidir. Belə bir vaxtda Hür nənənin qapısını döydülər. Bəli, bu qeyri-müəyyən şəxslidir, amma 1945-ci ilin may gecəsi idi, bir yerdə hamısı oldu, şəxssiz cümlə. İkini götürə bilmərik. Yanlışa baxırıq. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mübtədası təsəvvür edilmir. Xəbəri üçüncü şəxsin təkində olan, bu doğru fikirdir, amma yanlış yazılıb. Yəni, şəxsi cümlədə belə olur. İkinci cümlə, birinci cümlədən fərqli olaraq, birinci cümlədən fərqli olaraq ümumi şəxsli yox, qeyri-müəyyən şəxsi cümlədir. Cavab 1-4-dür. Növbəti sual. Cəsarətli əskərləri mükafatlandıran qayğıkeş insan ordu generalidir. Cümlənin sintaq təhlili. Nə idi? Kim idi? Ordu generalı idi. Xəbər. Kim ordu generalı idi? İnsan. Demək, insan ordu generalı idi. Hansı insan? Qayğıkeş. Qayğıkeş təyin. Hansı qayğıkeş insan? Cəsarətli əskərləri mükafatlandıran. Təyin, mübtəda, xəbər. M şəkilçisinin fe'li sifət şəkilçisi kimi işlənmədiyi nümunə. Mənim qızım oxumuş qızdır.
Feli sifət kimi olmasın da. Oxumuş qız. 2-də ağaclar dırmaşmış dəcəl uşaq tək. Hə, ağaclar dəcəl uşaq tək dırmaşmışdır. 2. Düşünülməmiş addım, düşünülmüş addım. Bunu götürməyək. Süsənlər yazıb da. O adamları görmüşmüş. Hə, buradanmış zamandır, bir də imiş hissəci. Cavab elə 2, 4-dür. B düz yazıb şagird bunu. Yatmış insanlar 5-də feli sifətdir. Şəhərdəki mərkəzə yaxın binalar təmir olundu. Demək, əlavəni istəyir. Nə təmir olunur? Binalar. Hansı binalar? Hansı yaxın binalar? Daha doğrusu, hansı binalar şəhərdəki, yəni mərkəzə yaxın təyin əlavəsi işlənib. Və axırıncı sual. Hansı cümlədə sifət işlənməmişdir? O gün ki, güllərdən çəkildin kənar. Bu qərib halı, qərib sözü də var. Yenə o bağ olaydı, yenə qumlu sahil, qumlu sözü var sifət kimi. Torpaqdan bahar qoxusu gəlir. Demək, qoxu gəlməsi birlikdə götürək. Daha doğrusu gəlirinə bahar qoxusu söz birləşməsi, hər ikisi isimdir, torpaqda isimdir. Cavab C bəndidir. D-də yaşıl sözü var, E bəndində də yaşıl sözü işlənib.